məsələləri necə həll edirik? İlk öncə A üstü B-ləri açırıq. 10A üstəgəl B çıx mötərizədə 10B üstəgəl A. O da bərabərdir. Biz burada çarpaz vururuq ki, məxrəcdən azad olaq. Yəni 5A üstəgəl 5B. 5-ə vurulur. İndi isə mötərizəni açmalıyıq. 10A üstəgəl B çıx. Mötərizənin əvvəlində mənfi işarəti varsa, biz mötərizənin içindəki işarəni əksi olaraq dəyişirik. Yəni 10B çıx A kimi yazırıq. Çünki mötərizədən kənar toplama işarəti olsaydı, mötərizə necə var, elə çıxacaqdı. Bərabərdir 5A üstəgəl 5B. İndi isə bunları sadələşdirək. 10A çıx A, yəni 9A çıx 9B. Çünki B-dən çıxanda 10B-ni mənfi 9 edir. Ona görə də çıx 9B kimi yazırıq. O da bərabərdir 5A üstəgəl 5B. Daha sonra A-lar bir tərəfə, B-lər də bir tərəfə edirik ki, hesablama edə bilək. Bərabərlikdən sağa və ya sola keçirdəndə işarələr dəyişir. Yerində qalan isə işarəsi olduğu kimi qalır. Mənfi 9B sağa keçdiyi üçün 9B üstəgəl 5B. Onu da hesablayıb yazırıq. 4A bərabərdir 14B. Onu da ixtisar edirik. 2A bərabərdir 7B. Burada isə A 7 olur, B isə 2 olur. Bizdən nə istəyir? A vur B. A ilə B-nin hasilini istəyir, yəni 14.